Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 ünvanında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə mövsüm yarmarkası keçirilir. Noyabrın 28-dən başlayan həftə sonu yarmarkası şənbə günü də alıcı və satıcıların qızğın alış-verişinin getdiyi məkandır. Bu ilki yarmarkada 30-a yaxın regiondan 55-ədək fermer, 120-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Səhər saat 9:00-dan 19:00-dək təşkil olunan mövsüm yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqla ödənişsiz şəkildə təmin olunurlar. Satıcılar da yaradılan şəraitdən razı görünür. Bazarlara nisbətən bizdə qiymətlər aşağıdır. Məsələn, bazarda təklif olunan 1.50-yə olan mandarini biz veririk 1 manata. Kivilərdə bu il biraz artım olduğuna görə, məsələn, mağazalarda 4-5-ə satılan kiviləri bizdə satır burada 2-yə 3-ə. Limonlarda da biraz ən bahaçılı bu il olacaq limuda. Limu bu ili əvvəlki illərə nisbətən zəifdir. Çayımız Lənkəranın Hirkan qəsəbəsində əkilib becərilir, sexdə paketləşdirilir və satışa verilir. Tam təbiidir, heç bir qatqısı yoxdur, rəngləndirici kimyəvi maddələrdən istifadə edilmir. Şəhər sakinləri də yarmarkanın təşkili səviyyəsini bəyəndiklərini və qiymətlərin çox sərfəli olduğunu qeyd ediblər. Malda keyfiyyətlidir, mandalinin keyfiyyətlidir, sonra əzgillər, hər şey keyfiyyətlidir. Qeyd edək ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.